Salam dostlar, deməli bugün sizə preselection haqqında informasiya vermək istəyirəm. Preselection ümumiyyətlə nədir, onun haqqında deyim sizə. Deməli, Sapienza Universitetində siz xarici tələbə olaraq gərək əvvəlcədən müraciət edəsiniz və dokumentlərinizi göndərməlisiniz. Sizə conditional acceptance letter və yaxud da ki, full acceptance letter gələcək. Çox güman ki, çox vaxtı conditional gəlir. Və onu etmək üçün nə etmək lazımdır? 2025-26-cı il üçün artıq bitib. 2026-27-ci illər üçün gələn həftə açılacaq preselection. Və o preselection üçün nə etmək lazımdır? Bu səhifənin ümumiyyətlə linkini sizə kommentdə yazacağam. Siz bu səhifəyə girib buradan baxa bilərsiniz. Nə etmək lazımdır preselection üçün? Ümumiyyətlə preselection burada yazılır. What's a preselection application? Deyir ki, preselection application online applicationdir. Hansı ki, international studentlərə, yəni Azərbaycanlı studentlərə əvvəlcədən müraciət etməyə icazə verir. Və bu müraciətdə ingilis dilli bakalavr və ən çox əsasən ingilis dilli bakalavr və master proqramlarını üçün nəzərdə tutulmuşdur. Hansında ki, şəxsən siz imtahan verməli deyilsiniz və sizin necə deyirlər, kvalifikasiyalarınız orada əsas olunur. Deməli, hər il 2 dənə preselection edə bilərsiniz 2 proqram üçün. Hər tələbə hər il 2 proqram üçün preselection edə bilər. Onun üçün sizə nə lazım olacaq? Dokumentləri indidən hazırlaya bilərsiniz. Pasport, məktəbin şəhadətnaməsi və universitetin diplomu, transcript of record, universitetdən gedirsiniz və deyirsiniz ki, mən transcript of record lazımdır. Qiymətlər cədvəlidir. Orada məsələn sizin qiymətləriniz yazılıb, kreditlər yazılıb, hər fəndən neçə kredit almışsınız. Dil sertifikatı, deməli, fakültədən fakültəyə, kursdan kursa dəyişə bilir, amma normalda B2 ingilis dili sertifikatı istəyirlər sizdən. IELTS olsa lap yaxşı olar. Deməli, reference letter, optional yazıb, amma sizin olmağınız yaxşı olardı. 2 dənə reference letter sizin professorunuzdan, əgər başqa yerdə hansısa bir əlavə könüllülük eləmişsinizsə və yaxud da əlavə hardasa işləmişsinizsə, internship keçmişsinizsə, oradan da bir reference letter almağınız məsləhətlidir. Və motivation letter, additional supporting documents. Motivation letter daxildir. Hardasa sertifikatlarınız varsa, o sertifikatlar daxildir və onları hamısını sistemə yükləyirsiniz. Və bununla da siz preselection keçirsiniz. Sonra xəbər gəlir sizə və deyirlər ki, qəbul oldunuz, yoxsa olmadınız. Yəni qəbul oldunuz, yəni qəbul edildi, edilmədi sizin müraciətiniz. Edilirsə, super, təbriklər. Edilmədisə, artıq gələn il yenidən müraciət etməli olacaqsınız. Ona görə yaxşı indidən hazırlayın, gözəl reference letterləri hazırlayın, gözəl motivation letterləri hazırlayın. İngilislərin üzərində düşünün, IELTS alın. Uğurlar olsun.